Gəldik saçlarıma keratin etməyə. Saçlarım püskündədir, ucları da baxın necə. İnşaatçılarda yerləşən F Studio keratinə yazıldım. Mələk ustanı seçdim, amma heç belə nəticə gözləmirdim. Saçlarım ilk öncə yuyuldu, daha sonra sastav tətbiq edildi. İndi isə saçlarım qurudulacaq və sonra Mələk usta artıq keratin proseduruna keçir. Mən gəlmişdim sadəcə keratin eləməyə, saçlarımı bərpa eləməyə və saçlarım düz olsun və parlaq olsun. Amma belə nəticəyə mən şok oldum. Videoda görünür ki, saçlarımın rəngi açıldı və nə qədər açıldı? Bir neçə ton. Mən isə saçlarımı neçə illərdir ki, qara boya ilə boyayıram. Sanki mən həm keratin etdim, həm də saçlarımın rəngini açdım və bu mənim saçlarımın öz rəngidir, təbii rəngidir. Nəticə göz önündədir. Saçlarım həm parlaq oldu, həm bərpa oldu, həm də saçlarımın öz təbii rəngi də qayıtdı. Bu keratin deyil, bu möcüzədir. Mələk xanım dedi ki, mən bu saçlarının uclarını mütləq götürməliyəm. Mən də güvəndim və nəticə həqiqətən də wow. Videonun əvvəlini gördünüz. Hansı saçlar daha gözəl idi və hansı saç rəngi mənə daha çox yaraşır? Rəylərdə fikirlərinizi bildirin. Mələk ustanı sizə çox tövsiyə edirəm. Mən çox bəyəndim.